Azərbaycan hərbi xadimi, Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Çeçenistan Respublikasının milli qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatların iştirakçısı və Çeçenistanın azadlığı uğrunda mübariz, Cöfərqala şəhərinin ilk fəxri vətəndaşı Arif Məhərrəmov yaşadığı tarixi məqamları qələmə alıb. O qeyd edib ki, yaşadığı tarixi məqamlar ona doğma olan vətənpərvər insanların diqqətinə çatdırmaq və gələcəkdə danışmaları üçün paylaşım eləyir. Arif Məhərrəmov 20 yanvar faciəsi zamanı və Qarabağ uğrunda gedən döyüşlərdə əsl vətənpərvərlik nümunəsi göstərib. Azərbaycanda xalq hərəkatının vüsət aldığı zamanlarda Arif Məhərrəmovun hərbi xidmətini yeni başa vurduğu illərə təsadüf eləyir. Məlumdur ki, o dövrün gəncləri bu yaşda karyera qurmaq haqqında düşündüyü halda xalq hərəkatına qoşularaq əlində olan bütün maddi imkanları bu yolda sərf etməklə başladı. O vətən üçün ilk növbədə malından keçməyə əsla xəsislik eləmədi. Ermənilərlə ilk münaqişəsi də elə meydan hərəkatı dövrünə təsadüf eləyir. Gəlin Azərbaycanın qəhrəman oğlu Arif Məhərrəmovun həyatında yaşadığı tarixi məqamları onun dilindən eşidək. O əmanəti, məskər, vətən əmanəti, yurd əmanəti, məskər. Əziz dəyərlilərimiz, bilirsiniz ki, mən Məhərrəmov Arif Vəloğlu həm 20 yanvar 1990-cı il, həm də vətənin qorunması yönündə 1992-ci il qəhrəmanlıq şücaət ilə borcumu ödədiyim ərəfədə yaralanmışam. Bizdə atəşkəs elan olunandan sonra mən Çeçenistana getdim. Əminəm ki, xəbəriniz var ki, vətənimizin qorunmasında Çeçen doğmalarımız şəhid olub qazi oldular. Bu baxımdan da mən can borcu vermək üçün Qafqaz xalqlarının həmrəyliyi uğrunda mübarizəmi davam etdirdim. Əziz dəyərli insanlar, bir çox hallarda bəziləri Qafqaz mübarizliyindən xəbərdar olmayanlar düzgün məlumat vermirlər. Amma mən eşitdiklərimi deyil, yaşadığım tarixi məqamları gördüyümdən danışıram. O tarixi məqamların canlı şahidiyəm. 1993-cü ildən 1998-ci illərə qədər Qafqaz bölgəsində, Azərbaycanda hansı sıxıntılarla üz-üzə gəldik. Mən bunu vətənpərvər kütləvi informasiya vasitələrinin nümayəndə heyətlərinə çatdırmışam. Xahiş edirəm, hər bir müsahibəmi diqqətlə oxuyun, dəyərləndirin və mənim var olan səsim olun. Mən çətinliklə danışıram. Belə ki, 2020-ci il mərd igid döyüşçülərimizə milli vətənpərvərlik yönündə dəstək olmaq üçün Cəbhə bölgəsində iştirak etdiyim ərəfədə atılan mərmilərdən yaralandım. Baxmayaraq bir neçə dəfə yaralanmışam. Xalqımın, vətənimin uğrunda qəhrəmanlıq etmişəm. Amma şəhidlərimizin ali uca məkanına çata bilmərik. Sizin vətənpərvərlik anlamı ilə doğmanız ola bilən mən adlı yaralı igid qəhrəmanınızın nələr yaşadığını bir çoxları bilir. Həm də əminəm ki, bilirsiniz ki, nə üçün və hansı səbəblərdən Azərbaycan milli qəhrəman adını qəbul etmədim. Buna səbəb Xocalda əsir düşən ana bacılarımız və müharibə hələ ki uğurla bitmədiyinə görə qəbul etməməyimin səbəbi idi. Amma mən Qafqaz bölgəsində mübarizlik nümayiş etdirərək milli vətənpərvərlik hisslərimizi yüksək səviyyədə tərənnüm etməyim əsasında adəti qurumlar rəhbərlərinin və ən əsasda dövlət başçısı dahi şəxsiyyət Heydər Əliyevin diqqət və şəxsi marağına səbəb oldum. Bu baxımdan da mənə verilən tapşırıq, öhdəmə buraxılan, çox böyük məsuliyyət tələb edən növbəti vətən və xalq uğrunda xidmətlərimi uğurla başa çatdırdım. Buyurun, əziz dəyərlilərimiz, doğma vətənpərvər əzizlərimiz, keçdiyim həyat yollarımı, qazandığım yara ağrılarımı oxuyun, tanış olun və mənim var olan səsim olun. Yaşasın Azərbaycan varlığı, var olsun Türk dünyamız, fəxrimiz, qürurumuz, vətənpərvər igidlərimiz və mərd, cəsur
Ali Başkomandanımız